Son günlər mətbuatda Walmart mağazalar şəbəkəsinin bağlanması ilə bağlı yayılan məlumatlara bugün keçirilən mətbuat konfransında aydınlıq gətirilib. Mətbuat konfransında qeyd olundu ki, mağazalar şəbəkəsinin bağlanmasına dair yayılan məlumatlar həqiqətə uyğun deyil. Lakin bir filialımız icarə ilə bağlı yaranmış problemlər səbəbindən fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. Qeyd olunub ki, şirkət 100 milyon manatdan artıq bank krediti cəlb etməklə təsis olunub və bu günədək bütün öhdəliklərini vaxtında və tam şəkildə yerinə yetirir. Sözü gedən mağazaya 5 milyondan artıq investisiya olubdur. Həmən mağazada 200-dən artıq əməkdaş çalışır və bu mağaza bizim şəbəkəmizin ən rentabelli mağazalarımızdan biridir. Lakin vurğulamaq istəyirdik ki, bu bir ticarət nöqtəsinin, bir mağazanın bağlanması anlamına gəlmir. Bu şirkətin kredit öhdəliklərinə, gələcək fəaliyyətinə və ən əsası 6000 əməkdaşımız iş təhlükəsizliyinə mənfi təsir göstərə bilər. Mətbuat konfransında o da bildirildi ki, hazırda söhbət yalnız bir mağazadan gedir. İcarə müqaviləsinin müddəti başa çatdıqdan sonra obyekt bizə məlumat verilmədən başqa şəxslərə icarəyə verilib. Walmart mağazalar şəbəkəsi fəaliyyətini tam şəkildə davam etdirir. Heç bir mağazamızın bağlanması gündəmdə deyil.